Salam əziz dostlar. Hal-hazırda Bolnisidə, Dəllər kəndində Kənan müəllimlə birlikdə ilk podkastımızı çəkirik. Podkastımızın mövzusu əsasən kəndlərdəki ehtiyaclara, çətinliklərə aiddir və eləcə də yaşadığımız ekoloji problemlər, ətraf mühitin çağırışları və bugünün reallığı. Məqsədimiz odur ki, bugün bu məsələlərə diqqət ayıraq və eləcə də gələcək üçün bir tarix buraxaq. Kənan müəllim, nə tərsiniz? Sağ olun, təşəkkür edirəm. Siz nə tərsiniz? Biz də Xoş gəlirsiniz. Var ol. Daha yaxşı ola bilərdik. Dəllər kəndində əslində ətrafda bu yaşıllıq, bu dağlar insanın xəssiyyətini belə deyək, yaxşılaşdırır. Müəyyən bir müsbət enerji paylaşır, amma bu dağların o birisi tərəfində fərqli bir reallıq var. O reallığı düzdür biz kadr olaraq göstərəcəyik, amma istəyərdik ki, onunla bağlı sən fikirlərini paylaşasan və burada yaşayan bir insan olaraq, bunları da müşahidə edən insan olaraq və də böyük mübarizənin bir aparıcı siması olaraq necə dəyərləndirirsən bunları? Bəli, Dəllər kəndi ətraf mühiti doğrudan gördüyümüz kimi çox qəşəngdir. Demək olar ki, qış aylarını çıxarsaq 1-2 ayı, geri qalan 8-9 ayı bu şəkildə olur. Tamamən yaşıl. İnsanın əhval-ruhiyyəsinə doğrudan müsbət mənada çox təsir eləyir. Amma kəndin, sənin də dediyin kimi, arxa tərəfində olan buradan görünmür, düzdür. Amma biz bilirik onu, gedirik, baxırıq. Ayda bir neçə dəfə monitorinqlərimiz olur və orada o reallığı yaxşı görə bilirik. Yəni, reallıq nədən ibarət? Bəli. O reallığın tarixi haqqında danışanda 2022-dən, belə deyək, mən xatırlayıram, 2022-dən bu işi gördük və gündəm, cəmiyyət Dəllərin bu problemini eşitdi, gördü. 2022-də başlayanda necə idi vəziyyət və indi necədir? Bu vaxtda istəyərdim ki, qısaca bildirəsən. Vallahi 2022-yə qədər, yəni deyə bilmərəm ki, hər şey yaxşı idi. Xeyr, yenə mən olmaqla, yəni bir nə qədər insanı narahat edən məsələlər var idi. Hansı ki, bu məsələlər 2022 öncəsindən gedir söhbət. Orada aparılan burğu məsələləri, hansı ki, axtarış işləri aparılırdı və bu mənlə birgə nə qədər insanı narahat eləyirdi və təqribi bilirdik ki, bunun nəticəsi nə olacaq və bu məsələ hara gedir. Bilirdik və 2022-də nəhayət bu məsələlər artıq, belə deyim ki, partladı və xalq olaraq öz etirazımızı bildirməyə başladıq. Bu dəqiqədən əgər söhbət gedirsə də artıq demək olar ki, 3 il deyil, 2 il yarımdır orada proses gedir. Hansı ki, qazıntı işləri aparılır. Bu dəqiqə... O qazıntı işləri nəticəsində əsasən qızıl, gümüş, bir də mis çıxarılır. Mən qızılla misi bilirəm, geri qalan metalları bilmirəm. Bəzi sənədlərdə və hesabatlarda oxuduq ki, burada qızıl, mis və gümüş də var və kifayət qədərdə böyük həcmdədir. Buralarda çox şey var. Tonlarla qızıl, gümüş və mis çıxardılıb oradan. Bəli, əsasən qızıl və mis ağırlıqla. İndi bəs aktiv şəkildə davam edilirmi orada? Təbii, təbii. Yəni, indi əgər kadrları da oraya qoysaq, yəni görərik. Orada aktiv bir şəkildə davam edirlər. 11 hektarlıq bir ərazidə hasilət işləri aparılır və 3 il davam eləməlidir. 3 il davam eləməlidir. Bundan sonra necə davam eləyir? Yəni, bugünə kimi artıq 3-cü ili keçdi də. Bundan sonra da 3 ildir, yoxsa? Yox, bundan sonra hansı ki, şirkətlə kənd arasında bir memorandum imzalandı. Memorandumun müddəti 6 ildir. 6 ilin də 2 il yarımı harısı da
artıq keçibdir. Geri qalan 3 il yarım var. 3 il yarıma onlar işlərini orada yekunlaşdırmalıdırlar. Daha sonra rekultivasiya prosesinə keçməlidirlər. Rekultivasiya deyəndə nəyə nəzərdə tutursunuz? Rekultivasiya deyəndə nəyi nəzərdə tuturam? Yəni orada hansı ki pozulmuş ətraf mühit deyək, yəni hansı ki dağı qazırlar. Yəni ilkin etapda nə tər oldu bu? Dağın üst qatındakı o münbit torpaq alındı və Sanağaro denilən yerdə, Tullantı yeri. bəli, tullantı yerindəki o münbit torpaq alındı. Buradan əslində görünür, ora bir yerə toplandı. İşlər yekunlaşandan sonra o torpaq geri hansı ki dağı aldılar oradan. İşlər yekunlaşandan sonra o torpaq geri yerinə töküləcək və rekultivasiya prosesi əslində bu torpağın geri yerinə tökülməsindən başlamış olacaq və ondan sonra müəyyən bitkilər oraya səpilməlidir. Daha sonra da finalda 3 il sonra, 3 il rekultivasiyanın müddətidir mənim bildiyimə görə. 3 ildən sonra artıq orada ağaçlandırma işləri getməlidir. Yəni rekultivasiyadan, yəni rekultivasiya deyəndə mən bunu nəzərdə tuturam. Aydındır. Mən gördüklərimə əsasən dayanaraq deyirəm ki, son 3 ildə gördüyüm nə ki bu karyerlər var, elə Sovet dövründə olan kazeretdir və ətrafda artıq 6 nöqtədə bu işlər gedir. Eləcə də Gürcüstanın başqa-başqa bölgələrində fərqli işlər görülür də. Ancaq qızıl deyil, orada giatura məsələsi var. Hal-hazırda başqa qaxetdə var, eyni zamanda tapıntılar harada çıxardırlar. Heç bir yerdə rekultivasiya işləri görülməyib və yaxud da ki, üzündən görülüb. Yəni o rekultivasiya əvvəlki halına qaytarmayıb ki, rekultivasiya nəticəsində əvvəlki halına qayıtma ehtimalı da sıfıra bərabərdir. Sadəcə o vəziyyətdə saxlanılmaq üçün müəyyən işlər görülür ki, bu artıq 50 il sonra, 60 il sonra təbii şəkildə yenidən dağa çevrilsin və o ilkin halına qayıda bilsin. Sənin ümidin varmı ki, Bornisdə və yaxud Dumanistdə bu ərazilərdə haradakı RMG şirkəti artıq 13 ildir demək olar ki, iş görür və göz qapağında heç bir yerdə görmürük də rekultivasiya işi. Burada eləməz Muşevani 2 adlanan layihəsində rekultivasiya işini görəcəklər və yaxud görsələr də qayda qanuna əsasən və standartlara uyğun rekultivasiya işləri olacaq. Yəni təbii ki, RMG-nin hal-hazırda burada Bolnis rayonunda, bu ərazilərdə çox yerlərdə işləri davam eləyir və düzün desəm mən də hansı ki son 2 aya qədər mən də görməmişdim. Amma bir şey eşitdim ki Sağdırisidə hansı ki kazeretlə üzbəyüz yerdə bir yerdə rekultivasiya işləri gedir və mən bunu çox maraqlandım və getdim oraya və baxdım ki əslində proses nədir, necə davam eləyir. Balaca bir yeri, çox da böyük olmayan bir yeri, hansı ki o az öncə dediyim şəkildə torpağı hardansa da gətirmişdilər, yoxsa orada var idi, onu tam dəqiq mən sizə deyə bilməyəcəm, amma münbit torpağı o Sanağaro tullantı yerinə hansı ki o dağ düzəldiblər, belə deyim ki, süni bir şəkildə onun üstünə töküb torpağı hansı ki müəyyən texnikalarla düzəldirlər və müəyyən bitki toxumları əkirlər. Bunu ola bilsin ki, yol kənarı olduğuna görə bunu bu şəkildə eləyirlər. Daha görünməyən yerləri, daha arxa tərəflərdə qalan yerləri bunu eləmirlər. Amma buna şirkətə inanıram demirəm ki, şirkət bunu əminəm ki 100% eləyəcək. Çünki bu yeni bir şeydir. Yəni bu rekultivasiya heç bir yerdə rekultivasiya eləməyiblər. Doğrudan da çox dırnaq içərisində çox bahalı bir şeydir belə baxanda. Çünki bu günə qədər harayısı da qazıblar, elə o şəkildə buraxıb gediblər. Bizim hansı ki kəndin arxa tərəfində bir çox yerlərdə burğu yerləri var ki, bunu gedib biz aşkar etmişik. Burğu
burğunun nəticəsini tapdıqdan sonra heç bir şəkildə orayı düzəldib də yəni köhnə halına gətirib də getdiklərini biz şahid olmamışıq, görməmişik. Amma Muşevan 2 proyektində başqa yerlərdən fərqli olaraq Muşevan 2 proyektində rekultivasiyanın proyekti var. Rekultivasiya proyekti. Yəni və biz bunu almışıq, bu şeylə maraqlanmışıq ki, rekultivasiya proyektini istəyirik. Nədir bu proyekt? Hardan başlayacaqsınız? Harda bitirəcəksiniz? Belə bir şey. Yəni bunun təbii ki, sonuna qədər arxasındayıq. Bu məsələnin rekultivasiya işləri aparılmalıdır. Yəni mən sənə haqq verirəm. Heç bir vaxt köhnə vəziyyətinə qaytara bilməzsən. Heç bir vaxt. Bəlkə də 100 il keçsə də ora köhnə vəziyyətinə qayıtmayacaq. Çünki orada belə deyim ki, biomüxtəliflikdən tut, yəni hər şey orada yer dəyişdirdi. Hər şey yer dəyişdirdi. Yəni oranın köhnə vəziyyətinə qayıtması heç inandırıcı gəlmir mənə. Ən azından görüntü olaraq orada nələrsə də dəyişə bilər. Yəni görüntü olaraq orada nələrsə də, nəyisə də dəyişdirə bilərik. Aydındır. Ümumiyyətlə bu belə deyək, qazıntı işlərinin ətraf mühitə verdiyi zərərlər çox böyükdür də. Hava, su, torpaq, insanın yaşadığı bölgədə, ərazidə bütün ekosistem demək olar ki, məhv olur. Tamamilə böyük bir transformasiya alır pisliyə doğru və nəticədə xəstəliklər yayılır, insan həyatına mənfi toxunur, ümumi ictimai sağlamlıq zərər çəkir. Hal-hazırda bu görülən Muşevan 2 layihəsinin səncə Dəllər kəndinə və eləcə də ətrafda yaxın olan yerlərə zərərləri nə qədər böyükdür? Bunun zərərləri necə olacaq illər sonra? Valla bunu deyə bilmərəm, çünki o problemlər bəlkə də hal-hazırda da var, sadəcə olaraq biz onu görə bilmirik bu dəqiqə. Yəni bu dəqiqə görə bilmirik. Ola bilsin ki, var. Amma belə bir şey var ki, hansı ki o zərərləri öz gücümüzə minimuma indirməyə çalışırıq. Bu minimuma indirməyə çalışdığımız şey, hansı ki, bu dediyim şeylər nələrdir? Məsəl üçün, ola bilər ki, bir çox yerlərdə misal versək, Bəytəkər kəndini misal verə bilərəm. Balış kəndini, Balici kəndini misal verə bilərəm. Bəli, Kazeretin böyründə. Məsəl üçün, Bəytəkər kəndinin altında, hansı ki, yeraltı. Qapalı karyer. Bəli, qapalı şəkildə. Açıq və qapalı karyer. Qapalı bir şəkildə işlər gedir və kəndin altında bir neçə qola ayrılmış şəkildə davam edirlər bunlar və Bəytəkər kəndinin qarşı tərəfində, hansı ki, dağın o birisi tərəfində yenə açıq bir şəkildə davam edir. Təbii ki, Xıramın qarşı tərəfində və bu həm görüntü tərəfdən, həm səs tərəfdən, həm də tozlanma tərəfdən, həm də hansı ki, evlərin sirkələnməsi baxımından dəhşətdir. Yəni bu çox pisdir, yəni. Hansı ki, mən oraya getmişəm, müşahidə eləmişəm, bir çox şeyini müşahidə eləmişəm, hansı ki, o seismik problemləri də, gürültü də, səs də, ondan sonra bir də ki, hansı ki, nə var? Tozlanma. Ki, ən böyük problemlərdən birisi tozlanmadır. İndi qaydaq, məsəl üçün, Muşevan kəndinə, bizim kəndimizə. Bizim kəndimizdə monitorinqlər eləyirik, hansı ki, bu yenə də belə deyim ki... Nə vaxtsa suyun və yaxud torpağın analizini keçirdiribsiniz? Bəli. İş başlamamışdan əvvəl. Ekspertlər, mütəxəssislər tərəfindən dəyərləndirilsin. Təbii ki. Nə qədər zərərli vəziyyətdədir? Təbii ki, 2023-cü ilin qış, ya fevral ayı idi, səhv xatırlamıramsa da, kəndin aşağı-yuxarı təqribi 10 dənə yerindən olmalıdır və hansı ki, əgər söhbət bir yerdən gedirsə də, bir yerdə də 5 dənə yerdən, yəni bu 50 dənə analiz deməkdir. Hansı ki, torpaq nümunələri götürüldü və Almaniyaya göndərildi bu torpaq nümunələri və oradan bizə testin cavabı gəldi
ki, hansı ki, sizin torpağın tərkibində nələr var, nələr yoxdur, nələr azdır və ya nələr çoxdur. Bax bu şəkildə və biz bunun əmin olmaq istədik ki, daha sonra iş başlamamışdan əvvəl test 1, test 2 olaraq da, yəni belə iş başlamamışdan əvvəl bu analizi elətmişik. İndi də 2 il sonra, yəni bu il elətməyi düşünürük ki, bu ildə yenə bir analiz elədik, hansı ki, xüsusi yerlərdə, karyerə yaxın yerlərdə ki, torpağın tərkibində dəyişən bir şey varmı? İlk dəfə edəndə heç bir şey yox idi. 2023-cü ilin qış ayları idi, hələ yeni başlayırdı. O qədər. Yəni başlamamışdı, heç başlamamışdı. Hətta başlamamışdı. Müqayisə etmək üçün yaxşı bir qərardır. Bu sadəcə bu deyildi. Biz sadəcə torpağı yox, eyni zamanda evlərin də şəklini çəkdirdik. Yəni bütün kənddə nə qədər ev varsa da, bütün hamısının içərdən, çöldən, bir çox tərəflərindən hər evi şəklini çəkdirdik. Hansı ki, bu da yenə test 1, test 2 olaraq şeylənə bilər, ya müqayisə oluna bilər. Ki, kiminsə də məsəl üçün şikayət olsa ya da şübhələnsə ki, hansı ki, bu evin bir divarı çartlayıbdır, bunun səbəbi RMG ola bilər. Təbii ki də biz bunu, o əvvəlki şəkillər var bizdə. Ona görə biz onu müqayisə eləyib kompensasiyasını həmin adamların, həmin şəxsin, kəndin biz ala bilərik. Yəni belə bir şey var, belə bir şey elətdik. Daha sonra səsi, məsəl üçün, səs məsələsini biz yoxlatmışıq və maksimum partlayışla yoxlatdıq ki, kəndə doğrudan da bir narahatçılıq verirmi, səs gəlirmi, maksimum partlayışla səsi də yoxlatmışıq. Bax, belə bu şəkildə və bunu sadəcə bir dəfə ellədib buraxmaq yox. Yəni, bunu davamlı bir şəkildə elləməkdir məsələ. Davamlı bir şəkildə. Aydındır. Ümumiyyətlə, bizim Bolnisdə hal-hazırda 7 yerdə aktiv olaraq iş gedir və eyni zamanda 3 yerdə planlı şəkildə artıq hazırlıqlar gedir ki, bir neçə ilə başlasın qazıntı işləri, qızıl, gümüş, mis çox yerdə var. Səncə bunun belə də gedişatı bizi haraya aparır? Yəni, gələcəyi necə görürsən? Bolnis, RMG, bu kəndlər və dağlar. Mən son 3 ildir buradayam. 3 ildə Rabel bir çox yerdən artıq bunlar təbii ki, bunların lisenziya əraziləri böyükdür. Çox böyük lisenziya əraziləri var. Hansı ki, CMG-nin axtarış üçün lisenziya ərazisi çox fərqlidir. RMG-nin lisenziya ərazisi. Bunlar əslində CMG, RMG-nin belə deyim ki, bir alt çoxluğu olmağına baxmayaraq, bunu mediya, nə bilim, cəmiyyətə biraz daha sanki biz ayrı-ayrıyıq, heç bir əlaqəmiz yoxdur deyə lənsə elətdirilir. Amma eyni şeydir, fərqi yoxdur. Bunların ikisini birləşdirib RMG-nin lisenziya əraziləri deyə bilərik buna təbii ki də. 3 ildə bir çox yerlərdə yeni başlanğıclar elədilər və sənin də dediyin kimi hazırlıq işləri apardıqları bir çox yer var. 3 ildə əgər bu qədərdirsə da 2025-ci ildəyik, hansı ki bunların araşdırma işləri lisenziyalarının vaxtı 2000 səhv demirəmsə də, səhv deyirəmsə də bağışlasınlar izləyicilər, 2042-ci ilə qədər olmalıdır. 2042-ci ilə qədər çox böyük yerlərdə bunlar işlər aparacaq. Mən belə bilirəm. Belə təsəvvür edirəm, ehtimal eləyirəm ki, 3 ilə əgər bunlar bu qədər sahədə lisenziya ərazilərində axtarış işləri aparıb, daha sonra bunu hasilət işlərinə çevirə bilirlərsə də, 2042-ci ilə qədər Bolnisin bəlkə də 50%-ında işlər görə biləcəklər. Və bu da çox böyük bir faciə deməkdir. Bolnis tərəfindən sadəcə Bolnisdən getmir söhbət. Eyni zamanda Dumanisdən də gedir söhbət. Eyni zamanda Marneuldən gedir söhbət. Eyni zamanda Ağbulaqdan gedir söhbət. Çox böyük faciələr gözləyir deyə təxmin eləyirəm.
Belə. Və bu faciələr nəticəsində insanlar burada yaşayacaqmı? Gənclər artıq buradan köçür, böyük bir köç var. İnsanlar başqa ölkələrdə gedir işləməyə, çünki yerli iqtisadiyyat və yerli iş bazarı bunu təmin edə bilmir. Nəticədə geri qayıtmaq istəyəndə buradakı vəziyyət elə də xoş olmayacaq, göz açıcı olmayacaq deyə insanların bir çoxu çətin çəkəcək. Ümumiyyətlə, bəzi yerlərdə eşidirik ki, şirkət qızıl aşkar etdi və orada qızıl çıxardanda, qazıntı işə baranda həmin kəndə kompensasiya verir, oradan köçürdür və s. Amma burada görünür ki, şirkət bunu etmək istəmir. Çünki deyir ki, ehtiyac yoxdur, o qədər zərər yoxdur, amma reallıqda baxsaq, statistika rəsmi olmasa da artıq bir çox xəstəxanalar, klinikalar onu deyir ki, xüsusən Bolnisdən və Kromokartlidən gələn onkoloji pasiyentlərin vəziyyəti fərqli olur. Onlardakı xəstəliyin mutasiyası fərqli səviyyədədir. Nəinki digər onkoloji xəstəliklər. Demək ki, burada həqiqətən də ətrafda bir çox kimyəvi maddələr müdaxiləsi var, torpağa, suya, havaya və insanlar bundan zərər çəkir. Bayaq dediyim kimi bir çox problemi görmürük. Havaya nə qədər zərər verir, suya nə qədər zərər verir, bunları görmürük, amma bu zərərlər var, görünməyən zərərlərdir və bunlar insanın sağlamlığına, yəni ən müqəddəs və böyük haqqına, sağlamlıq haqqına zərər verir. Çox qəribədir. Bəli, Bugünkü günü məsələn Bolnis meriyasından bunu danışanda ki, niyə icazə verirsiniz və yaxud niyə yerli əhalinin haqlarını qorumursunuz, dəstək vermirsiniz? Təbii ki, onlar ilk növbədə deyir ki, bizim məsuliyyətdə deyil, bəli onların məsuliyyətində deyil, mərkəzdə, amma bu da yerli bələdiyyədir. Yəni yerli bələdiyyənin əsas funksiyası odur ki, burada yaşayan insanların, kəndlərin haqlarını qorusun, onların həyatını təmin etsin və inkişaf etdirsin. İstəsə müdaxilə edər və nəsə tələb edər yerli bələdiyyə mərkəzi hakimiyyətdən, nazirlikdən və s. amma etmir. Çünki onlar da bir-birinə bağlıdır və onlar da bir çoxsu şirkətin təsiri altındadır. Eləcə də sıx-sıx deyirlər ki, şirkətdən gələn xeyir, yəni bu qızıl çıxardılan xeyir bizim büdcəyə dəhşət böyük bir resurs gətirir. Yəni illik 55 milyon büdcəsi olan Bolnisin böyük hissəsi oradan gəlir və bu 55 milyonun hara xərclandığını heç görmürük. Məsəl üçün Dəllər kəndi çox gözəl bir nümunədir. Bu kənddən qızıl çıxardılır, mis çıxardılır, gümüş çıxardılır, amma bu kəndin nə qazı yoxdur, nə yolu yoxdur, məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur, suyu hələ yeni çəkilir deyirsiniz. Və eləcə də bir çox digər sosial infrastruktur problemləri mövcuddur. İlkin bazis səviyyədə bu kənd təmin olunmayıb və belə bir paradoksdur da. Bələdiyyə deyir ki, pul gəlir, ona görə heç nə edə bilmirik və bizə pul lazımdır. Amma eyni zamanda nə bu pul kəndlərə xərclənmir, nə də bu pulla böyük bir işlər görülmür ki, Bolnisdəki insanların həyatı bir belə deyək də, pozitiv şəkildə dəyişilsin, yaxşılığa doğru. Əksinə getdikcə hər şey pisləşir. Çox belə qəribə bir vəziyyətdəyik. Mən bunu belə deyim ki, doğrudan çox böyük bir paradoksdur. Əslində bu şəkildə də bunu düşünə bilərik ki, ola bilsin bəlkə də şüurlu bir şəkildə bu infrastruktur işləri görülmür. Bəlkə də belə bir şeydir. Bəlkə də qəsdən. Hansı ki, məsəl üçün bizim kəndə bu ilin demək olar ki, yaz aylarında demək olar ki, yekunlaşdı. Hələ də tam olaraq düzəlməyibdi. Müəyyən qəzalı yerləri var su proyektinin. Çox qəzalı yerləri var. Və RMG-nin büdcəsindən təmin olundu. Belə deyim ki, alındı və o su proyekti həyata keçirildi. Və doğrudan ağıla bir çox suallar gəlir ki, yəni bugünə qədər nədən bizim kəndin su problemi aradan qalxmamışdı? Və problemlər içərisində üzən xalqa, kəndə həmən RMG müdaxilə edir. Ki, yəni sizin suyunuzu çəkə bilərik, ya da nə bilim məktəbinizi təmir elətdirə bilərik, ya da nə bilim və s. və s. Bir çox zaten saymaqla qurtarmaz bizim kəndin problemləri. Bunları aradan qaldıra bilərik. Amma nəyin qarşılığında? Bu gününü alır, amma gələcəyini satır. Təbii ki, bu günümüzü alırıq, amma gələcəyimizi qurban veririk. Bu hansı ki,
mənim vergilərimlə düzəlməsi lazım olan hansı ki o kəndin problemlərini RMG düzəldir, amma gələcəyimiz qarşılığında. Və sadəcə mən belə deyim ki, sadəcə bizim kənddə deyil. Bir çox kəndlər var. Ən azından belə deyim ki, bu kəndi biraz daha dırnaq içərisində biraz daha şanslı görürəm. Niyə şanslı görürəm? Çünki ən azından insanlar öz haqqını müəyyən bir dərəcədə axtarır, müəyyən bir dərəcədə tələb eləyir ki, bunu 2022-ci ildə biz bunu gördük. Ki, insanlar necə də birlik ola bilir, insanlar necə də haqqını tələb edə bilirlər. Ümid eləyirəm ki, başqa kəndlər də oyanar, başqa kəndlər bu gedişata dur deyər. Yəni, mən də ümid edirəm və bunun ümid edirəm. Böyük bir işlər lazımdır. Təbii ki də. Və Rabil, bunu mən deyim, həmişə zaten bu söhbət üzərinə danışırıq. Muşevan kəndi Bolnis rayonunda elə bil ki, bir dırnaq içərisində bir qazandır. Bəli, praktika bu qazanın içərisində pişir. Yəni, dövlətlə əlaqəli olsun, RMG şirkətinlə əlaqəli olsun və müəyyən məsələlərlə əlaqəli olsun. İlkin etapda elə bil ki, bu söhbətlərin hamısı Muşevan kəndində olur. Burada pişir və başqa yerlərə servis edilir. Belə bir şey var və bunu da demək istədim sadəcə. Dəllər elinə eşq olsun. Ümidvaram buradakı əhali ilə birlikdə davam edəcəksiniz. Bu məsələ bizdəki sonuna qədər dəstək olacaq ki, Dəllər kəndinin səsi həmişə eşidilsin, uzalsın və güclü olsun. Çox sağ ol Kənan. Təşəkkür edirəm. Gələcəkdə yenidən biz bu işi görəcəyik, yenidən bunu danışacağıq və monitorinqlərdə sıx-sıx cəmiyyətə və eləcə də bütün dünyaya göstərməyə çalışacağıq ki, bugünkü tarixdə biz bunları yaşayırıq. Bəli. Tamam. Bir dənə bir şey sadəcə əlavə eləmək istəyirəm, bağışlayın. Bunu buradan demək istəyirəm. Hansı ki, videonun əvvəlindən biz monitorinqlərlə əlaqədar danışırıq, hansı ki, analizlərlə əlaqədar danışırıq, bir çox şeylərlə və bunları daha sıx şəkildə eləməyə davam edəcəyik və yeni fikirlərimiz var və bunları həyata keçirəcəyik və bunları demək olar ki, hamısını ictimaiyyətə və maraqlanan şəxslərə hansı ki, çatdırmağa çalışacağıq maksimum dərəcədə. Və bunun çox önəmli olduğunu düşünürəm ki, yəni xalq bilməlidir, bütün Gürcüstan bilməlidir ki, hansı ki, Muşevan kəndində hansı proseslər gedir və Muşevan kəndinlə bərabər, belə deyim ki, Bolnis rayonunda, ümumi regionda hansı proseslər gedir və bunları hamısını bütün ictimaiyyətə çatdırmağa çalışacaq. Və yeni bir layihəmiz var, o layihəyi həyata keçirəcək. Bunu da buradan demiş oldum. Möhtəşəm uğurlar. Təşəkkür edirəm, sağ olun.